Balacalar vətənpərvər ruhda yetişdirilir. Onların söylədikləri şeirlər, oxuduqları mahnılar da elə bunun əyani sübutudur. El bilir ki sən mənimsən, yurdum yuvam vəhkəmsən. Azərbaycan deyəndə dur ki, Füzulinin ürəyinə toxuna bilər. Söhbət Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər 46 nömrəli Körpələr evi uşaq bağçasından gedir. Bağça hər zaman öz fəallığı ilə seçilir. Tədbirlər yüksək səviyyədə təşkil olunur. Ey hörmətli müəllim, hər könüldə yerin var, hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağaclar, gülü çiçəyi solma, dünyada sənin kimi varı bağban tapılmaz. Yay məşğələləri zamanı balacalar müxtəlif oyunlar oynayır, rəqslər edir, bilik və bacarıqlarını inkişaf etdirirlər. Əsasən yay məşğələlərimizi biz açıq hava şəraitində keçirdirik və bizim bu məşğələmiz də uşaqlarda eyniləşdirmə bacarıqlarını inkişaf etdirməlidir. Həmçinin eyniləşdirmə, diqqət, hafizə, yaddaş, bütün bunlar hamısı ümumilikdə bunların bacarıqlarını inkişaf etdirir. Bayrağım mənim, mavi ay yası. Bayrağım mənim, əyilməz basın. Hamı azad yaşasın, torpaqdan güc alsın. Uşaqların vaxtlarının səmərəli keçirilməsi üçün mühüm addımlar atılır və onların əylənmələri üçün pedaqoji kollektiv əllərindən gələn əsirgəmir. Məktəbə qədər təhsil müəssisəsi 1969-cu ildən fəaliyyətə başlayıb. Hal-hazırda Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bağçamız fəaliyyətini davam etdirir. İyun ayının 1-də yay məşğələlərimizə start veririk. Yay məşğələləri kurikulum proqramının əsasında fəaliyyət göstərir. Burada inkişaf sahələri üzrə perspektiv planlarımızı hazırlayırıq. Bizim uşaqlarımız bu məşğələlərdən çox gözəl faydalanırlar. Bu diqqət, qayğıya görə biz hamılıqla hörmətli prezidentimiz, Ali Baş Komandant cənab İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Bağçada uşaqların qidalarına da xüsusi diqqət yetirilir. Onlar yüksək keyfiyyətli ərzaqla təmin edilirlər. Onlara 2 növdə yemək verilir. Xanım Mircəfərli, Şəmistan Fikrətli, Elbrus İsmailov, Dünya TV.